Salamullah aleyhi ümmetine. Bu cəhətdən ki, görülmən doğru. Hüccət ibn Həsənin murud-u lütfü inayəti qərar tapmış olan salavatdır. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Tarihil halaiki ecmaîn. Faisil enbiyâi vel murselîn. Esselatu vesselam ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefî'i zunubina Ebul Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Kâlâ alihil etyebînel emzedînel mutahharîn ve lânetud dâime alâ a'dâihim ve gâsibi hukûkihim ve gâtili nefûsihim ve munkiri fedâilihim ecma'in. Amma ba'd, kâlel hakim fi kitâbihil kerîm اذهب إلى فرعون إنه طغى قال رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي واجعل لي وزيرا من أهلي هارون أخي اشدد به أزري واشركه في أمري كي نسبحك كثيرا وَنَذْكُرَكَ كَثِيرًا. Sadaqallahul aliyyul azim. Huzurunuzda okuduğum ayat-ı kerime Taha suresinin ayelerindendir. O zaman ki büyük Rabbim Hazreti Musa'nı məmur elədi. Dedi getsin Fironun üstüne. Firon iki tuğyan edib. Firon iki həddini aşır. Firon iki həm öz etiqadında yanlışlıq var, həm insanların ümumi etiqadını yanlışlığa tərəf aparır. Ged onun üzərinə. Ged Firon dəstgahını sök. O Fironluq qalmasın. Onda Həzrəti Musa-i Kərim mütəal Allah'tan istəyi oldu. Dedi mənim Rəbbim, əgər mən gedirəm onun üstünə, onda sən mənə qəlbimi genişləndir, qəlbimi aç. Bir dənə Firon üzərinə gedən bir insana lazım olan böyük qəlbi mənə əta elə. İşimi yüngülləşdir, dilimdən düyünü götür. O mənim sözümü, mənim məntiqimi, mənim danışdıqlarımı dərk eləsinlər. Və cəlli vəzirəm min əhli. Mənə öz ailəmdən bir dənə vəzir ver. Bir vəzir ki, mənə yardımcı olsun. Həm fikirlərimdə, həm icraatımda. Harunə əxi, qardaşım Harunu. Uşdur bihi əzri. Sayəsində gücümü, arxamı, qüvvəmi bərkid. Bəşlik fi əmri və bu missiyamda onun şərik elə mənlə. Qoy biz hədəfimizə çataq. Hədəf nədir? Kəy nüsəbbihəkə kəthira. Hədəfimiz budur, səni çox təsbih eləyək. Sənin paçlığı aləmgir eləyək. Bir mənim Musa ilə qardaşım Harun yox, bütün bəşəriyyət sənin paçlığını dərk eləsin. Və nəzkurəkə kəsirə və səni çoxlu yad eləyək. Yəni, əgər mən və qardaşım Harun Firon üzərinə gediriksə, bunun sonucu bu ola ki, ilahi, sən mərkəzləşəsən. Son sözdə, əvvəl sözdə həmişə səndən ibarət olsun. Musa ilə Harunun Fironun üzərinə getməkdən onların axtardığı nəticə bu idi. Yəni Allah mərkəzləşsin. Yəni Allah
hak etdiyinə çatsın. Baxın, Musanın hədəfi bütün peyğəmbərlərin hədəfi idi. Varlıqda hərənin bir şəni var. Şən sözünün mənası, yəni ona düşən nədən ibarətdir. Hər bir insana düşən nədən ibarətdir. Valideynə valideyn olaraq düşən nədən ibarətdir. Evlada evlad kimi payına düşən nədir? Bunlardan biri bu da Allahın payına düşən nədir varlıqda. Baxın, Allahın payına düşən mütləq hakimiyyətdir. Bəndə Allahın mütləq hakimiyyəti ilə sadəcə beyət eləməklə bəndəçilik edir. Yoxsa zatən bəndə bəndədir. Allahın mütləq hakimiyyəti budur ki, Allahın sözü ola. Tağut olmaya. Tağut nədir? Hər bir şey ki, insan istəyir fərdi həyatında, istəyir ictimai həyatında. Orada hər addımdan qabaq bir an dayanıb, burada Allah nə deyir, nə etməliyəm sualım özünə verib, Allahın elan elədiyi, Allahın ibraz elədiyi istəyi həyata keçirməyə qərarlı olursa, olur Allahın hakimiyyətinə beyət. Yox, əgər Allahın istəyindən fərqli bir istək, istəyir özünün istəyi ola, istəyir özgənin istəyi ola, istəyir şeytani istəyi ola, hər bir şey olmağından asılı olmayaraq, ona dini ədəbiyyatımız deyir, tağut. Həzrət Fatimə Zəhra Salamullah Əleyhanın şəhadət əyyamında bu ayəni seçməyim təsadüfüdür. Baxın, xanım biz deyirik, vilayətin ilk şəhidi, ilk şəhidəsi. Vilayət deyərkən nə nəzərdə tutulur? Çox vaxt bu söz eşidilir, vilayət, vilayət. Vilayət nədir? Vilayət sözünün mənası o söz eşidilir. Yəni Allahın vəliliyi, Allahın sültəsi, Allahın hökmranlığı. Düzdür, vəli sözünün mənalarında çox tərcümələri var. Dost var, başqa mənalar var. Əllahü əmini 20-dən yuxarı məna sahibini. Amma vilayətin bizim əqidəmizdə vilayət sözünün mənası sültəsi, rəhbərliyi, ixtiyar sahibi olmaqlıqdır. Yəni varlığın ixtiyar sahibi olmaqlıq Allahın şənidir. Yəni Allah özündən buna, bu şənə sahibdir. Biz əgər o şənə tabiçilik eləsək, biz oluruq Allahın vilayətin tanıyan və onunla beyət edən bir bəndə. Deyirik, Həzrəti Fatimə Zəhra vilayətin birinci şəhidəsidir. Vilayət nədir? Allahın hakimiyyətində bundan beyəti mütləq şəkildə qəbul edənlərə cəmiyyətdə şiə deyirdilər o vaxt. Şiəlik nədir? Necə müsəlmançılıq? Baxın, bir zaman özümüzdən belə bir söz soruşdular. Ələst ayəsini hamınız bilirsiniz. Ələst ayəsinin təfsirində deyirlər ki, o hər bir insanın halına Allah tərəfindən olunan sorğudur ki, Ələstu bi Rabbikum, bu keçmişin bir olub bitmiş hadisəsidir. Sanki hər an mükəlləf olan bir insana, hər an düşünən bir insana sual olunur Allah tərəfindən ki, olmayanın sənin Rəbbin deyirəm. Cavabında deyir, həq cavab budur ki, qalu bəla, nöşün, Rəbbimizsən. Bu bunun təsdiqidir. Bununla deyirlər, insan bu təsdiqi fərdə həyatında həyata keçirdir, olur müsəlman. Biz bir şiə ünvanı ilə məşhuruq. Şiəli görəsən nədir? Eynən elə bu ələstlə insan müsəlman olduğu kimi, şiəli də insanın halına aid olan bir məfhumdur. Şiəli ilə genetik bir məsələdir. Deyək ki, məsələn, biz əgər şiə valideynindən dünyaya gəlmişiksə, biz şiəyik.
nə coğrafi bir anlamdır. Deyək, məsələn, biz Azərbaycan kimi bir ölkədə ki, şiə ünvanı ilə tanınıb dünyaya gəlmişik, biz şiəyik. Yox, bu cürdədir. Şiəlik bizim hər birimizin halımıza ərzə olunan bir cəhətdir. Yəni, sözün əsl mənasında bu cəhətdən ki, etiqadi bir məfhumdur, hər birimizə xüsusi ərzə olunur. Ki, biz şiəliyi qəbul edirik, ya eləmirik. Əgər desək ki, coğrafi anlamdır, əgər desək ki, genetik anlamdır, demək, nə şiə belindən dünyaya gəlmək, nə şiə bölgəsində dünyaya gəlmək adamı şiə eləmir. Şiəlik fərdi olaraq adamın hər biri üçün seçim olur, yaxçı. Əgər mən istərəmsə, şiə olum, şiə kimdir? Və onlara ki, Əli ibn Əbi Talib şiəsi deyirdilər. Onların özəllikləri nə idi? Nə ilə fərqlənirdilər? Onların özəlliyi dediyim kimi vilayət məsələsidir. Onlar yalnız bu etiqaddaydılar ki, Allahın hökmranlıq hüququ var. Allahın imza etmədiyi heç bir şey rəsmiyyətə çatmır. Allahın tərəfindən legitimliyi ortalığa qoyulmayan heç bir şəxs məqbul olunur. Onlar şiə adlanırdılar ki, onlar Allahın hakimiyyətini qəbul edirdilər. Əgər Səlman eşidibsiz şiədir, buna görə Səlmana şiə edirdi. Əgər Əbazər şiə idi, buna görə şiə edirlər. Yoxsa onlar nə coğrafi, nə genetik baxımdan deyil ki, biz bu gün düşünək. Demək, sözümüz nəticədə bu mənaya gəlir. Deyir, Həzrəti Fatimə vilayətin şəhidəsi idi. Xanım nəyin uğrunda mübarizə aparır? Baxın, biz deyirik, Allah peyğəmbərləri seçirdi və cəmiyyətin içində yalnız Allahın fərmanlarını onlar icra edirdilər. Onda ki, peyğəmbər dünyadan getdi, elə bu düzən, bu rejimi bərqərar elədi və qiyamətə qədər bu rejimin qanunlarını icraata qoydu. Amma onlar ki, Peyğəmbərin sabahısı, Əli ibn Əbi Talibi fərd olaraq kənara qoydular. Əsl həqiqətdə onlar bir dənə teoriyanı, bir dənə nəzəriyyəni kənara qoymuş oldular. O da bu idi ki, dünənə qədər ki, Peyğəmbərlərin sxemi Allahın xalqı üzərində hakimiyyət idi. Əgər birini Allah təsdiqləmirdisə, Allah bəndələri onu məqbul saymırdılar. Bunlar Əli ibn Əbi Talibi fərd olaraq kənara qoyub başqasını qəbul edəndə, bunlar insanların seçimini, artıq yeni bir rejimə tərəfdar çıxdılar. Yeni bir rejim, yeni bir düzən, yeni bir forma doğuldu. Səqifə yeni bir ideoloji formanın doğumu idi. O da bu idi ki, insan insanı barəsində qərar qəbul edir. İnsandır ki, seçim edir. İnsandır ki, özünə düzən verir. Nə istəyir? O istəkləri ki, burada ki, insan özünə düzən seçirdi, ona Quran ədəbiyyatında tağut deyilirdi. Səbəbi bu idi, orada Allah öz yerində qərar tapmamışdı. Allah sahib olduqlarını orada teoriyada itirmiş olurdu. Bu anlamda ki, burada ki, Allah qərar verməlidir. Allah yox, başqası qərar verir. O da Əli ibn Əbi Talibi kənara qoyanlar özlərinin düşüncəsində, hətta bu günümüzə qədər bəziləri bu cür düşünür ki, Əli ibn Əbi Talibi kənara qoydular. Məsələn, başqası olsun. Bir dənə fərdi bir fərdlə dəyişdilər. Bir dənə, məsələn, 60 il, 70 il ömür edəcək bir insanı, başqa bir 60 il, 70 il ömür edəcək insanla dəyişirlər. Uzağa əgər yanlışlığa düçar olduqları təqdirdə 60 illik, 70 illik bir dənə dövrün yanlışına bunlar düçar ola bilirlər. Amma həqiqətdə yox. Nə Əli ibn Əbi Talibin davası, nə başqalarının davası, nə Siddiqə Tahirənin davası. Burada insanın insanla əvəz edilməsi deyildi. Burada rejimin rejimlə də əvəz edilməsi idi. Yəni onda ki, biz deyirdik Əli ibn Əbi Talib
gələcəkdə xalqın öndəri olacaqdır. Əli ibn Əbi Talibə rəsmiyyət bağışlayan yeganə bir dənə amil var idi. O da bu idi. Bu, insanın seçimi dör idi. Burada hökm eləyən insandır. Burada qərar verən insandır. Burada Allahdır ki, hökmranlıq ona aid idi və icraatda da bu özünü doğrultdu. Və insanlar da sadəcə Əli ibn Əbi Taliblə beyət eləməklə, Allah hakimiyyətində paybənd olmaqla və bəndənin bəndəçiliyinə düşən Allaha aid olduqların Allaha aid tanımaqlığıdır. Bu düzənlə bunlar bənd olurdular. Amma bundan çıxdığı təqdirdə bunlar fəqət Əli ibn Əbi Talibi məsələn başqasına dəyişmirdilər. Həsəni başqasına dəyişmirdilər. Rejimi rejimə dəyişirdilər. Bir rejim ki, onun mahiyyəti Allahdan dönəm idi. Bir rejim ki, orada Allah görsənmir. Amma desək belə olmazdısa, Allah tərəfindən təsdiqlənmiş bir insan Allahın əmrlərinin icraata qoyulması üçün ortalığa gələcəkdir. Burada deyə bilərik, əgər Əli ibn Əbi Talibi deyək, kənara qoydularsa, bəs xalqın seçimi olan insanlar deyə gəldilər, Quranı icraata qoydular. Elə Quranın hökmlərini əvəz icra elədilər. Quran demişdisə, əgər məsələn, namaz qılın, namaz qıldırdılar, oruç tutun, oruç tutturdular. Oğrunun əlin kəsin, oğrunun əlin kəsdilər. Belə olduğu surətdə işimiz onda böhrana düçar olmur. Bəlkə də ilk baxışdan belə görünür. Amma həqiqət yenə budur. Hakimiyyəti üç tərzdə təsəvvür eləmək olur. Biri dini hakimiyyət, biri qeyri-dini hakimiyyət, biri ziddi dini hakimiyyət. Ziddi dini hakimiyyət ona deyilir ki, hər bir şeydə Allahın məqsədləri kənara qoyulsun. Qeyri-dini hakimiyyət ona deyilir ki, o hakimiyyət ki, onun bir güşəsində belə olmuş olsa, Allah kənara qoyulsun. Baxın, bir an əgər biz özümüzü aparsaq tarixin səfhəsinə, onda belə bir sualla biz müvacih oluruq və belə bir sualla üzbəyiz oluruq. Biz Allah bəndəsi olaraq hansı növ rejimi məqbul saymalıyıq? O rejimi ki, o rejimin məşruiyyətin, legitimliyin Allah imza eləmişdi, ya bir dənə hadisə baş verirdi ki, insanların həyatında. Orada qərar verən artıq Allahdır. Orada Allah ki, hər bir şeydə, hər bir zaman, hər bir yerdə hökmranlıq hüququna malik olan bir varlıqdır. İnsan həyatında, ya belə deyim, qısasası, müsəlmanların həyatında bir dənə epizod baş verirdi ki, orada Allah görünmürdü. Orada Allahdan rəy istənilmirdi. Orada Allahın rəyi ortada olaraq kənara vurulurdu. Buna İslam mədəniyyətində deyilirdi tağut. Həzrəti Fatimə gəldi, döyüşdü. Həzrəti Fatimə mübarizə aparırdı. Nəyə də görə mübarizə aparırdı? Və buna görə ki, doğrudan o 20 il, 30 il Əli ibn Əbi Talib hakimiyyətin başında olsun, hakimiyyətin limuzinində müddəlansın, hakimiyyətin yağından, qaymağından bəhrələnsin, ən ali məqam olmağın bəhbəhinə, cəhcəhinə nail olmaq üçün. Doğrudan bütün baş verənlər bu idi. Doğrudan xanım bunun uğrunda getdi, mübarizə elədi. Bunun uğrunda axıra qədər insanların razılaşdığı ilə razılaşmadı və bu yolda şəhid oldu. Bu qədər idimi? Yox. Həqiqət bu idi, yox. Xanım ki, vilayət, Allahın vilayətinin tərəfdarı idi. Xanım heç cürə bunu məqbul saymırdı ki, Allah mərkəzlilik, Rəbbinin hüququ, Rəbbinin əmri tapdalanıla və müsəlman camiyyəsi bir duruma gələr ki, o durumda Allahın öz mülkündə səlahiyyəti olmayan. İki haldan xaricdir. Ya Allahın bunda qərarı var, ya Allahın qərarı yoxdur. Əgər Allahın qərarı yoxdursa, Allah qərarı hər bir şeydə. Allah qərarı insana həvalə edibsə başqa bir məfhumdur.
Yox, əgər Allah qərar sahibidirsə və qərarını iblağ edibsə, bu qərardan fərqli hər bir qərarla razılaşmaqlıq Allah artıq Allahlıq hüquqlarına təcavüz edir. Və xanım bir müsəlman olaraq, həqiqi bir müsəlman olaraq, bir nümunəvi bir müsəlman olaraq heç cür bunu qəbul edəmirdi ki, doğrudan müsəlmanlar bir rejimi məqbul sayalar. Bir dənə dövrə keçid alalar ki, o aldıqları keçid Quranın standartları ilə uyğun deyil. Və bunun şəhidəsidir. O ki, deyirlər, xanım vilayətin şəhidəsidir. Bizim dini maarifçiliyimizdə də bəzən görürsünüz ki, aleykümselam və rəhmətullah. Bütün imamlar da, bütün əsrlərdəki imamlarımız, Allahın salavatı və salamı olsun onların üzərinə, onlar hər zaman zamanlarının tağutları bunları özlərinə rəqib görürdülər və düşmən görürdülər. Səbəb nə idi? Doğrudan o milyonluq insanların arasında Peyğəmbər sülaləsindən olan bir dənə İmam-ı Baqirə mi, bir dənə İmam-ı Sadiqə mi, bir dənə İmam-ı Kazimə mi, həyat qədərində bir rifah çatmırdı. Dava bunun davasıydı. Yox, onlar düz bilirdilər imamların haqqında. Bilirdilər ki, imamlar bunların fərdi ilə rəqib də deyir, bunların fərdi ilə dəhdləri də yoxdur. Onların nicaran eləyən rejim məsələsidir. Hansı rejim müsəlmanların arasında icrada olur? O rejim ki, orada Allah rəsmiyyətin mərkəzidir. O rejim ki, orada Allahın qanunu, Allahın sözü istisnasız olaraq həyata keçirilir. Ya o rejimi ki, orada Allah qapı arxasında qoyulur, iradəsi və önündə iradə emal olunur. Bəli, bu idi imamların icraçılığı. Və heç vaxt bundan razılaşmırdılar. Və bu rejimlərdə, fərqli rejimlərdə və dövrlərinin tağutları da onların baxışını bilirdilər. Bilirdilər onların müvəhhidanə baxışları Allahın xalq üzərində hakimiyyətini məqbul sayılır. Xalqın xalq üzərindəki hakimiyyətini məqbul sayılır. Əgər desək, bir nəfər insanı bütün bəşəriyyət yığışdı, özünə rəhbər seçdi. Bütün bəşəriyyət. Demirəm səqifənin iki cüt bitəki. Bütün bəşəriyyət yığışıb özünə rəhbər seçə, yenə bu adam məşruiyyət, legitimlik tapmır. Niyə? Çünki əgər desək, bunun məşruiyyəti, bunun varlığın, bunun qüdrətin rəsmiləşdirən legitimliyi, məşruiyyəti kimin tərəfindəndir? Cavabı budur, bütün bəşəriyyət. Bütün bu bəşəriyyətə nə deyirlər? Deyirlər xalq, məxluq. Burada sual olur, bəs burada Allah məsələnin arasındadır. Burada Allah nəzərə alınıb mı, alınmıb mı? Allahdan da fikir istəyən var mı, yox mu? Amma müsəlman əqidəsi yalnız bundan ibarət idi ki, burada nəyinki? Xalq qərar verəcək, yox. Bəndə ona deyirdi ki, özün Rəbbinin qərarına təslim eləyirdi. Yoxsa fironlarla başqalarının fərqi olmurdu. Məsələ məşruiyyət idi. Və imamları bunlara düşmən eləyən və imamlar da bunları məqbul saymaqları bunun əsasında idi. Xanım bir insan ki, axıra qədər bu yanlış rejimlə razılaşmırdı. Yenə də deyirəm, xanıma mühüm deyil idi. O fərd olmayaydı, başqa fərd olaydı. Xanıma yeganə məqbul həyat tərzi və rejim ki məqbul sayıla bilərdi, o idi ki, Allah orada kənara qoyulmayıb. Söz sahibi Allahdır, mərkəzdə Allahdır və onun uğrunda mübarizə varırdı. Bu o idi ki, Quranın təlimatı idi. Əli ibn Əbi Talib də bu əqidədə idi. İmamlar da bu əqidədə idi. Çünki Quran müsəlmana bundan qeyri əqidə buraxmır. Quran müsəlmana seçim ixtiyarı vermir ki, biz seçimin sahibi olasan ki. O seçimin içində
məqbuliyyəti Allahdan qeyrisindən olanı məqbul sayarsan. Yox, bu dini inanc deyil. Ona görə də xanım axıracanda beyət eləmədi. Baxın, bir gün Əllamə Əminini sünnə alimləri qonaq çağırmışdı, əhl-i sünnət alimləri. Qonaq çağıranda Əllamə Əmini bir şərt elədi. Dedi, mən bir surətdə gələrəm sizin qonaqlığınıza. Bu 3 dənə yerdən nəql olunub üçün qətidir hansı olub, o da mənaq çəkmirəm hansı şəhərdə. Amma bir məlumat üçün bu deyim. Bəzilərinin fikricə bu Hələbdə baş verib, bəziləri Mədinədə, bəziləri Məkkədə deyir. Nəysə, yeri mühümüdür. Əllamə Əmini, əhl-i sünnət alimləri tərəfindən Şama dəvət aldı. Əllamə Əmini qəbul eləmirdi bu dəvəti. Deyirdi, bizim dostasına otururuq, sonra mübahisə yaranır, istəmirəm. Dedilər, söz veririk ki, yox, qəti mübahisə olmayacaq. Heç olmasa bir dəfə sizlə oturaq. Nəysə, Əllamə Əmini qəbul edir. Gəlirlər bunlar Şamdan sonra, bunlardan biri məclisdə oturanların əksəriyyəti əhl-i sünnətin hüffazından idi. Hüffaz, bəlli bir sayda hədis əzbər bilən insanlara hüffaz deyərdilər. Hüffaz-ı hədis. Nə hüffazı olur? Şamdan sonra dedilər, Əllam icazə versəydiniz, təbərrük olaraq hərə bir hədis deyərdi. Əllamə dedi, hədis demək istəyənə mən eləməyəcək, dedi deyir. Hərəsi bir dənə. Allah Rəsulundan hədis dedi, növbə gəlb Əllaməyə çıxanda dedilər, siz izlədir. Əllamə dedi, bir şərtlə deyərəm. Əl-Qədir müəllifi Əllamə Əmin. Bir şərtlə deyərəm, mən dediyim hədisə hamı rəy bildirəcək. Dedilər, necə? Dedi, fəqət deyir, sənədi doğrudur, doğrudur. Dedilər, yaxşı deyərəm. Əllamə Əmini dedi, Allah Rəsulü buyurdu, mən matə və ləm yərifi mamə zəmani, matə meytətən cahiliyyə. Hər kəsi ölə, bir surətdə ki, əsrinin imamın, zamanının imamın tanımayıb, sanki cahiliyyət dövrünün ölüsü kimi dünyadan gedib. İndi deyin görün, bu hədis doğrudur, doğrudur. Hamı bir nəfər təsdiq elədi ki, bəli, bu doğru hədisdir. 100% Peyğəmbərimizdən bu hədis sadır olub. Bunu hamıdan iqrar alandan sonra Əllamə Əmini dedi, indi sizə bir sualım var. Həzrəti Fatimi Zəhra dünyadan getdi. Onun imam zamanı kim idi? Hamı baxdı bir-birinə, heç kim cavab vermədi. Bir dənə məclisi dağılmışdı. Cavab da verə bilməzdilər. Səbəbi bundan ibarət idi. Əgər desəydilər, Fatimə Zəhranın imamı xalqın seçim elədiyi bir insan idi. Bir surətdə ki, bunu demək olmazdı. Hamı bilirdi ki, xanım beyyət eləmədi. Şəhadətə çatdı. Səhahın böyük alimlərindən deyirlər ki, xanım dünyadan getdi, bir surətdə ki, o 2 nəfərə nəinki beyyət eləməmişdi, o 2 nəfərə qəzəbli idi. Bu əhl-i sünnətin yanında şübhəsiz bir tarixdir. Deyənməzdilər ki, xalqın seçiminə xanım da beyyət elədi. Əgər desəydilər, yox, xanım imamı zamanın tanımadı, əstəğfirullah, haşa və kəllah. Xanımın mənzələtində o qədər olar hədisləri var idi ki, ola bilməzdi deyəldilər ki, xanım imamı zamanın tanımadan getdi. Bir yolda qərar tapmışdılar ki, bilirdilər, bəli. İmam-ı ki, Həzrəti Fatimə Zəhra mütəqid idi, Əli ibn Əbi Talib idi. Buna görə yox ki, onun həyat yoldaşı idi. Buna görə yox ki, o istəyirdi Əli ibn Əbi Talib hakimiyyətin imtiyazlarından bərxurdar olsun. Yox, yeganə hakimiyyət ki, orada Allahın Allahlıq hüququna təcavüz olunmamışdır. Yeganə hakimiyyət ki, orada Allahın sözü məşruiyyət bağışlayırdı. Yalnız Əli ibn Əbi Talibin hakimiyyəti.
Və bu günə qədər də belədir. Şiəlik də, dediyim kimi, tarixi bir məqulədir. Necə 14 əsr bundan əvvəl bir dənə şiəni şiə eləyən bu idi ki, o hansı növ hakimiyyət tərzinə mütəqiddir. O hakimiyyət ki, onun legitimliyi Allah tərəfindəndir, məşruiyyəti Allah tərəfindəndir, yox ki, xalq tərəfindəndir. Xalq tərəfində Allahın nəzərdə alınmayan bir hissəsi. Bu gün də şiə dünənin standartı ilə şiə ola bilir. Yoxsa çox eşidirsiniz. İmamların yanına gəlirdilər bəziləri. Deyirdilər, abi sizin şiələr üzüyün. Allah dedilər, belə demir. Şiə Səlman idi. Şiə Əbuzər idi. Miqdad idi. Əmmar idi. Elə bilirsiniz, ağalar onlardan cileylənirdi ki, siz niyə Səlmanvari yaşamırsınız? Elə bilirsiniz, ağalar onlara demək istəyirdilər ki, siz niyə Əmmar kimi döyüşmürsünüz? Yox, heç o şərait o ağaların özlərinə Əmmar kimi döyüşmə icazəsini vermirdi. Bəs nədən onların şiə olduqlarını inkar edirdilər? İstəyirdilər deyərlər, siz Əmmar kimi düşünmürsünüz. Siz Səlman kimi düşünmürsünüz. Siz onların qənaətindədirsiniz. Siz bu qənaətdəsiniz ki, insan insana rəhbər seçə bilər. İnsan düzəni ilə razılaşa bilər. Ona görə ağalar etiraf edirdilər. Deyirdilər, sizdən bu qədər məqbul ki, deyək, siz bizim sevənlərimizsiniz. O günümüzə qədər bu düşüncə ilə şiə adında bir məfhum Əli ibn Əbi Talib və onun əhl-i beyti özləri də bir müsəlman və şiə olaraq bu əqidəni təqib edib şiə oldular. Həsən Əli ibn Əbi Talibin şiəsi idi. Hüseyn Əli ibn Əbi Talibin şiəsi idi. Yəni əqidəsində, ideologiyasında ondan müşayiət edirdi. Şiə sözünü izah eləyərkən deyirlər müşayiət edən. Dəqiqən bir ata bənzədirlər. Bir sağlam ata bənzədirlər ki, o qədəm götürərkən arxa ayaqları ön ayaqlarının ləpirinə düşür. Əgər nöqsanı yoxdursa. Ya musiqidə biri bir oxuyursa, başqası onun ritmin, onun düzənin onun ardından, peşindən gəlirsə, deyirlər, müşayiət edir. Məsələn, oxuyur filan kəs, fortepianoda müşayiət edir filan kəs. Yəni, onun düzəninin peşindən gəlir. Baxın, imamlar da, sadiq insanlar da, yalnız bu ideologiyaya görə şiə olublar. Heç vaxt olmadı ki, yadlarda, yanlış tağut rejimlərdə olan nailiyyətlər bunların gözünmələrdə. Heç vaxt olmadı. Niyə? Ona görə ki, bunlar bir düzənə mötəqid edilər ki, o düzən yalnız Allahın hakimiyyətində özünü tapırdı. Qayıdırıq Musa ilə Haruna. Musa ilə Harun deyirdilər, ilahi, biz istəyirik bu missiyamızı yerinə yetirək, biz Fironla döyüşək, Fironla döyüşümüzün sonu buna gəlib çıxa ki, sən çox zikr olmasan, sən mərkəzdə olasan, sən insanların həyat tərzində olasan, sənin sözün insanların həyatının fərdi və ictimai qanunlarının əsasını təşkil edir. Day, sən bir dənə güşədə, bir dənə məçdin küncünə sıxılmayasan ki, sənin öz mülkündə özüə yer olmaya, bəndələrin içində sənin istəklərin qanuniləşməyə, bu məqsədlərlə və bu infialatlarla bunlar razılaşmırdılar. Və bunun şiəsi idilər, bunlar razılaşmırdılar. Bütün imamların dövründə bu düşüncə əlbəl, Allahın xalq üzərində hakimiyyəti davamlı oldu, gəldi. Günümüzə çatanda bu düşüncə biraz böhranlarla üzbəüzdür. İnsanlar doğrudan elə bilir, şiəlik yalnız bəlli bir 14 insanı sevmək
onların adına qurban sadaqa getmək, onların vücudlarına əlaqə ibraz eləməkdir. Yox, onların ideologiyasını yaşamaqdır. Ki Allahın hüquqları təcavüz olunmayan bir ideologiya. Əhl-i Beyt imamlarının və Quranın ideologiyasıdır. Bugünün də şiəsi o baxışla, o düşüncə ilə yeganə rəsmiyyət ki mütəqiddir Quran düzəni ilə Hüccət ibn Həsən düzənidir. Amma bir yağ dedim, təəssüflər olsun ki, həm bu məna həqiqi qədərindən çox indirilib. İkincisi də bir dənə imtihanla üzbəüzdür o insanlar ki, səqifədə razılaşmadılar, buracan gəldilər, davam çatdılar. Bir dənə imtihanla üzbəüzdülər, o imtihanın əsasın Quran-ı Kərim Musanın məsələsində danışır. O da nədir? Bilirsiniz, biz bir İmam-ı Zamanla tərəfi ki, qayibdir. Qeybətdə olmaqlıq iki anlamla birində məna olur. Amma hansında? Bir zuhur, bir huzur. Huzur ona deyərlər hazırdır, nağdıdır. Zuhur ona deyərlər ki, o görünə bilsin. Baxın, İmam-ı Zaman zuhur eləməyib. Yəni biz görə bilmirik onu. Amma zuhuru yoxdur. Huzuru ki var. Biz onun huzuruna mütəqidik. Əgər müntəziriyiksə, zuhurunun müntəziriyik. Huzurunun yox. Huzuru indi də mövcuddur. Amma bu olmaya ki, bir fitnə ola bu. İnsanlar yanlışlığa düçar olub bir keçid dövrünə qədəm qoyarlar. O da Allahın hakimiyyətindən, xalqın hakimiyyətindən. Quran-ı Kərimdə bunun nümunəsi var. Eynən Musanın məsələsində. Allah ilə Taha surəsinin 86-cı ayəsində Musanın özünün huzurunda olduğu hadisəni belə nəql edir. Bilirsiniz, Həzrəti Musa ilə Allah qərar qoydular. Bir vaxt nəzərdə tutdular. 30 gündən ibarət. Musa Rəbbinin huzuruna getdi. Gedəndə demişdi, Rəbbim sizə böyük bir nimət verəcək. Böyük bir yaxşılıq eləyəcək. Torat gətirməyə getmişdi. Amma getdi Allahın qərarı oldu 30 günü 40 gün eləyə. 30 gün xalqa elan olmuşdu. 30 günün söhbətini eləyib gedmişdi. Allah o 30 günə 40 gün elədi. Bu 10 günün içində, Musasız 10 gündə insanlar bu 10 günlə imtihan olundu. Və insanlar Allahın varlığından, Allahın rububiyyətindən, Allahın uluhiyyətindən Samirinin buzovuna keçid elədilər. Səbəbi buydu, Musa 10 gün gec gəldi. Musa Rəbbimin dərgahından ayrılanda Rəbbim dedi, Musa, verirsən də nə oldu? Dedi, nə oldu? Dedi, səndən sonra bu 10 gündə qovmu biz imtihana çəkdik. Qalə fəinna qəd fəttənna qovmək min bədi. Deyir, Allah dedi ki, Musa, biz səndən sonra sənin qövmü imtihana çəkdik. Və əzəlləhumuz Samiri. Samir onları asdırdı. Samir onları caydırdı. Musa bunu eşitdi Rəbbinin huzurunda. Fərrəcə Musa ilə qavmi. Musa qovmuna tərəf qayıtdı. Qəsbanə əsəfa. 2 dənə hissinə. Biri bu idi, qəzəbli idi. Qəzəbli idi insanlar, keçid aldılar. Rəbbinin uluhiyyətindən, Samirinin məbudiyyətinə. Buna qəzəbli idi. Eyni halda da təəssüf edirdi.
Vay olsun bu nankör insanlara. Qale ya qavm. Dedi ey qavm. Ələm ya'idukum rabbukum va'dən həsənə. Sizə Rəbbiniz yaxşı bir vədə məhər verməmişdi. Tövratın nüzulun. Ben ne oldu? Ne sebepten siz azduz? Əfətələ aleykumul əhd. Olmaya mənim yoxluğumun zamanımı sizə uzun gəldi. Əfətələ aleykumul əhd. Yoxluğumun zamanımı sizə uzun gəldi. Siz paç, nabəqi dözdən yanlışlıqla düçar oldunuz. Əmərəttum ən yəhillə aleykum. Qəzəbun min Rabbikum. Yoxsa istədiniz Rəbbinizdən sizə bir qəzəb nazil ola. Fəəxləftum məvaid. Siz nə pis mənim vədəmdə, əhd-i peymanımda oldunuz. Nə pis əhli peyman əhlisiniz. Baxın, eynən Hüccət ibn Həsənin qeybəti dövründə insanların azğınlıqlarından bir səbəbi də bu oldu. Həzrətin zuhuruna qədər olan o möhlət insanlara çox görürdü. O da sanki bu Allahın imtihanı olan bu möhlət ki, bunların eyni halda da imtihanı idi. Və Allah Rəsulü da vədə vermişdi. İmamlardan da hədisdə var ki, bəziləri olar, onları doğru əqidədən döndərən yalnız Hüccətin zuhurunun gecikməsi olar. Amma yenə də sözümüz budur. Bizim əqidəmiz, Quranın əqidəsi, Peyğəmbərlərin irfanı bir dənə şeydir. Bütün Peyğəmbərlərin ibadət forması fərqli olub. Birində oruc bir cür olub, birində başqa cür olub. Birində namaz daha ciddi formada olub, o birisində biraz yüngül formada olub. Bəzilərində ziyarət başqa formada olub, bəzi dinlərdə başqa formada olub. Dinlərin ritualları həmişə dəyişkən və fərqli olub. Dinlərin dəyişməz hissəsi bir dənə kəlmədə olub. Ənə abdullah fəctənibut tağut. Yeganə kök və ana yasal ki, bütün peyğəmbərlərdə dəyişməz olaraq qalıb, budur ki, Allaha bəndə olacaqsınız və tağutdan istinab edəcəksiniz. Cəmaat o bəndəçiliyi yalnız namaz qılan namazında gördü. Oruç tutan orucunda gördü. Həcc eləyən həccində gördü. Elə bildi, əni abudullah sözünün mənası elə bu imiş. Yox. Onlara ki, imamlar deyirdilər, siz bizim şiyələrimizdirsiniz. Onlar namaz da qılırdı. Oruç da tuturdu. Vücuhat da verirdilər. Bizdən artıq da Quran oxuyurdular. Bizdən artıq da gecə namazı qılırdılar. Və bu ki, imamlar onlara deyirdi, yox, sən şiyə dörsən. İstəmirdi deyəsən namaz qılan dörsün. Şiyə Səlmandır, Əbu Azərdir, Əmmardır. Yəni, onlar o düşüncədə idilər ki, Allahın xalq üzərində hakimiyyəti yeganə, şəri, məşru, məqbul, qanuni, Allahın hüquqları tanımayan bir rejim formatıdır. Bundan artıq istəmirəm. Vaxtınızı çox aldım. Xanım da məhz bu ideologiyanın şəhəridir. Məsələ Əli ibn Əbi Talibin 50 il həyatda olacağı, ya 30 il həyatda olacağı bir dönəmə aid dövr idi. Xanım ilahi rejimdən tağut rejimə keçidin qarşısında bir səfər olmuşdur. Və bunun şəhidi idi. Vilayət şəhidi idi. Yəni bu anlamda idi. İmamlar hamısı bunun şəhidi olublar. Bugün də o düşüncəni daşıyan adam özündən bu sualı soruşmalıdır. Mən doğrudan şiyəyəm, ya şiyə dörəm? Dedim standart. Allahın xalq üzərində hakimiyyətinin
məqbuliyyət forması. Buna deyirlər Şiə etiqadı ki, Qur'anın nav tohid nəzəriyyəsidir. Xalqın xalq üzərində hakimiyyəti, keçərliliyi bu qeyri-ilahi və Allahın hüquqları görməzdən gəlinən bir noldur. Amma xanımın müsibəti. Demək, xanım bir dənə şəhidədir. Necə Həzrəti İbrahim tohid qəhrəmanıdır. Tohidin bəqası üçün, bərpası üçün Həzrəti İbrahim İbrahimanə yaşadı. Siddiq-i Tahirə salamullahi aleyh. O da Allah vilayətinin canı ilə imkan vermirdi. Döyüşdü son nəfəsinəcən. Qoymadı ki, o halətlə barışa ki, insanlar orada onun Rəbbin görməzdən gələlər. Peyğəmbərlərin zəhmətlərin görməzdən gələlər. Xanım onun şəhidəsidir. Və bu teoriya qarşı, Quranın tohidinə xələf çıxanlara qarşı xanım döyüşdü. Bir gün döyüşmədi. Bu günə qədər döyüşür. Ayətullah Vəhid Xorasanidən nəql eləyirlər, səhv eləməsəm. Deyir, Ayətullah Vəhid Xorasani demişdi ki, İmam Hüseynə göz yaşı tökməkdə, onun müsibətlərin, onun zikri müsibətlərin yad eləməkdə təvəlla var. Yəni, Əhl-i Beyt sevgisi var. Xanımı ağlamaq, xanımı yad eləmək, xanımı xatırlamaq və keçdiyi həyat tərzi də həm təvəlla var, həm təbərri var. Allah dostları ilə dost, Allah düşmənlərindən düşmən, bu mənadakı önündə dayanan. Əli ibn Əbi Talibə də Behtərin yavər idi. O zaman acan ki, xanım həyatda idi. Əli ibn Əbi Talibin arxasında bir tohid qəhrəmanəsi var idi ki, o zaman acan ki, həyatda idi, beyəti eləmədi. Xanım Həzrəti Zeynəbin dilindən nəql edib şair bunu xanımın şəhadətindəki. Getdi babamın yarı mədədkarı əlindən. Düşmən yığışıb emmizə həmlə edə birdən, sinə yaralı məscidə bir də qaçan olmaz. Olsa atamın qolları bağlı açan olmaz.